Və dəyərli izləyicilərimizə daima maraqlı olan sualları səsləndiririk burada. Hacıcan, sözü istəyərdim sizə verim. Duanın ədəbləri və qəbul olunma şərtləri. Bismillahirrahmanirrahim. Və bihi nəstə'in və huvəl müvəffiq vəl mu'in. Dua əhəmiyyətli mövzulardan biridir. O qədər əhəmiyyəti var bu mövzunun. Qeyd olunub ki, muxul ibadə. İbadətin əsli, əsası, özəyi. Dua hesab olunur. Allah Teala da önəm verib bu məsələyə. Qeyd eləyir ki, əgər dualarınız olmasaydı, sizə o qədər də diqqət yetirməzdim. Və Əhl-i Beyt əleyhissalamların da həyatına baxırıq. Görürük ki, duaya çox önəm veriblər. Dua çox əhəmiyyətli bir mövzudur. Hər halda faydalıdır. Hər halda faydalıdır. İstər nəticəyə çataq, istər çatmayaq. İstər duam müstəcab olsun, istər olmasın. Əgər müstəcab olacaqsa, qəbul olacaqsa, Allah bizə müsbət cavab verəcəksə, lap yaxşı, nəticəyə çatdıq. Amma əgər qəbul olmazsa da yenə faydalıdır. Xudavənd Mütəal o qədər rəhimli, o qədər mehribandır ki, bu dünyada o hər səbəbə görə ola bilər. Məsələn, insan özündə bəzi problemlər olsun, duanın ədəblərinə riayət eləməsin, duanın standartları var da, onlara riayət olunmasın. Dua hər növlə və yaxud da Allah Teala özü məsləhət bilməsin. Çünki o qədər istədiyimiz şeylər var bizim xeyrimizə deyir. Quranda da Xudavənd Mütəal buyurur ki, o qədər şey var ki, istəyirsiniz, ancaq sizin zərərinizədir. Və o qədər şey var ki, nifrət eləyirsiniz, onu istəmirsiniz, amma o sizin xeyrinizədir. Məsləhət bilməyib, zərərinizə olub, qəbul eləməyib Allah Teala yenə də faydalıdır. Yenə də faydalıdır. Qeyd olunur mötəbər hədislərdə, buyururlar ki, qiyamətin günü bəzi insanlar belə bir arzu eləyərlər ki, kaş dünyada heç bir duam qəbul olmaydı. Hamısı qalaydı ora. Allah ərhəmər rahimindir. Çox mehriban, çox rəhimli bir xaliqdir ki, bu dünyada qəbul eləmədiyi duanın əvəzin axirət dünyasında necə mükafatlandırır bəndəsini ki, arzu eləyir ki, kaş dünyada heç bir duam qəbul olunmurdu. Duanın qəbulu üçün standartlar var, adab deyirik, ədəblər var, duanın ədəbləri var. O ədəblər riayət olunarsa, qəbul olma ehtimalı böyükdür. Birinci deyəcəyim tövsiyə bundan ibarətdir ki, duada gərək diqqət olunsun. Qafil olan şəxs duada, duası qəbul olunmaz. Fikrin başqa bir yerdədir, dua eləyirəm. Gərək insan bütün canı ilə, ruhu ilə Allahın huzurunda qərar tapsın. Ondan sonra dua eləsin. Diqqət Allaha. Bağlantı yaransın. Mənəvi bağlantı yaranmasa alınmayacaq. Həm də naqis də olsa bir dənə misal verim. Biz telefon əlaqəsi saxlayırıq bəzilərimizdən. Dalğa itir, sözümüz çatmır. Alınmadı. Səsim yetmədi. Mənəvi bağlantı yaranmalıdır. Hədislərdə qeyd olunur ki, qafil insan, yəni duada qafil olan insanın duası qəbul olunmaz. Gərək diqqətin ola. Bəzi dualar ərəb dilindədir. Mənalarını da bilmirik, elə eləyirik, dua eləyirik. İnsan gərək bilsin Allahdan nə istəyir. İnsan gərək bilsin diləyi Allahdan nədir. Duadır, oxumaq yaxşıdır ya. Demirəm, o ərəb dilində olan dualar oxunmasın. Oxunsun ha, məqsədim bu deyil. Amma gərək bilək Allahdan. Əgər bilsək, çox, mən həmişə, məsələn, Duayı Kumeyl barəsində demişəm ki, əgər Duayı Kumeyl oxuna və onun mənasını bilə-bilə oxuyasan, mümkünü deyil ki, insan ağlamasın, halı dəyişməsin. O, Əhl-i Beyt əleyhissalamların nəql olunan dualar başqa bir dualardır.
onlar da gərək mənası bilinsin. Birinci məsələ bundan ibarətdir ki, gərək diqqət olunsun. Gərək insan huzur tapsın Allah dərgahında. Gərək insan bütün canı ilə, bütün ruhu ilə Allahın qarşısında təsəvvür eləsin, dua eləsin. Bu əsas şərtdir. Bu duanın ədəblərindən biridir.